görsən bir yazıların elə başlığı qoyulur ki, məqsəd budur ki, tək ki bu yazı oxunsun da fikirləşmirlər ki, o yazılan o başlığına, məsələn, onun ailəsi baxır ona, nə bilim, onun yaxınları, sən bu sözlə, bu kəlamla, bəzi vaxtlar onun evində, eşiyində belə bir vəziyyət yarada bilərsən. Mənim işim yetsin də, bunun başına o sözə görə nə gələcək, bunun haqqında nə düşüncəklər, bunlar hamısı bir qırağa qalsın. Əsas mənim reytingim qalxsın. Mənfəətə görə. Belə məsələlərlə üzr istəyirəm, gözə girmək olur, amma qəlbə girmək olmur. Göz belədir ki, gözə girən tez çıxır. Gözün yaddaşı belə. Çünki, bəli, çünki gözün özündə də bir xüsusiyyət var ki, nə girsə yad cisimlisə, o saat gözün suyunu çıxartacaq bayra. Gözün bu xüsusiyyəti var. Düzdür. Amma daha nurlu şeyləri görmək üçün göz sulanır ki, o suyla, suyun vasitəsilə nurlu şeyi daha rahat görəsən. Əla kulli hal gözə girən tez çıxır. Amma qəlbə girən, artıq qəlblər Allahın əlindədir.